Şəhidimizin nəşi bu gün doğulduğu doğma diyarı Naxçıvana gətirilib. Onu qarşılamaq üçün minlərlə sakin hava limanına toplaşmışdı. Şəhidimiz üçrəngli ay ulduzlu bayraqların dalğalandığı, vətənpərvər şüarların səsləndirildiyi böyük izdihamın iştirakı ilə son mənzilə yola salınıb. Dəfn mərasimində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin zabitləri, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, hüquq mühafizə orqanlarının nümayəndələri, hökumət və ictimaiyyət nümayəndələri, şəhidin bir vaxtlar təhsil aldığı Heydər Əliyev adına hərbi liseyin zabit müəllim kollektivi iştirak edib. Böyük izdihamın yaşandığı mərasimdə çıxış edənlər şəhid leytenant Qabil Orucəliyevin vətənpərvərliyindən, istər kursant, istərsə də zabit kimi nümunəvi xidmətindən, torpaqlarımız uğrunda şücaətlə döyüşməyindən danışırlar. Xoş müjdəli. Şəhidin tabutu üzərindəki üçrəngli ay ulduzlu bayrağımız 12 yaşlı qardaşı İsa Orucəliyevə təqdim edilir. Sonra yaylım atəşi açılır. Bugün fəxr eləyirik, biz fəxr eləyirik ki, belə bir övladın nəslini daşıyırıq. Belə bir övlad bizim adımızı, alnımızı həmişə açıq eləyib, üzümüzü ağ eləyib, fəxr eləyirik. 1991-ci ildə Naxçıvan şəhərində anadan olan Qabil Orucəliyev 2006-2009-cu illərdə Heydər Əliyev adına hərbi liseydə kursant kimi təhsil aldıqdan sonra ali hərbi təhsilə yiyələnərək 2013-cü ildən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. Öz nizam intizamı və vətənpərvərliyi ilə hər kəsə, tabeliyindəki əsgərlərə nümunə olan leytenant Qabil Orucəliyev kimi yüzlərlə Heydər Əliyev adına hərbi liseyin məzunları Azərbaycan ordusunda zabit kimi öz xidməti vəzifələrini şərəflə yerinə yetirirlər. Göründüyü kimi bu gün istər ali hərbi məktəblərdə təhsil alan, istərsə də Azərbaycan Silahlı Qüvvələrində xidmətlərini davam etdirən hərbi liseyin məzunları öz nizam intizamları, vətənpərvərlikləri, bilik və bacarıqları ilə seçilirlər. Aprelin ilk günlərində düşmənə sarsıdıcı zərbələr endirənlər sırasında Heydər Əliyev adına hərbi liseyin məzunlarının olması hər birimizdə böyük qürur və inam hissi yaradır. Bugün bizim üçün qürur günüdür. Azərbaycan Milli Ordusunun sıralarında minlərlə Orucəliyev Qabil kimi, minlərlə Mübariz İbrahimov kimi, digər qəhrəmanlarımız kimi minlərlə əsgərimiz var, zabitimiz var. Və təbii ki, heç bir şəhidimizin qanı yerdə qalmayacaq. Bizim Silahlı Qüvvələrin Ali Baş Komandanı, ölkə prezidenti möhtərəm İlham Əliyev cənablarının qeyd elədiyi kimi, əgər erməni əsgəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpaqlarından geçsin. Biz şəhidlərimizlə fəxr edirik və yüzlərlə, minlərlə vətənpərvər oğul yetişdirmək uğrunda səylərimizi daha da artırırıq. Qeyd edək ki, Qabil Orucəliyevin dünyaya yenicə göz açmış bir övladı var. İnanırıq ki, o da böyüyəndə atası tək vətənpərvər bir igid olacaq. Nəriman Nəcəfov, İlham Əliyev, Azər Həsənov xəbərlər. Ay ver mənə leytenant, xoş müjdəli bir